Travmatoloji və ortopedik xəstəliklər dedikdə nə nəzərdə tutulur? Hərəkət sisteminə aid olan bütün xəstəliklər daxildir. Irsi keçən xəstəliklər varmı? Əsasən ortopedik xəstəliklərdə irsi və genetik xəstəliklər var. Oynaq xəstəlikləri dedikdə nə nəzərdə tutulur? Bursitlər, sinovitlər, artrozlar arasında hamı duzlaşmaq deyilir. Həkimə müraciət edilməsə, hansı ağır xəsarətlər olur? Oynağın tam hərəkət məhdudluğuna yaranmasına, Endoprotez əməliyyatları nə üçün icra edilməlidir? oynaqlarda hərəkətin bərpa olunması üçün icra olunan bir əməliyyatdır. Protez əməliyyatı orqan dəyişmə əməliyyatı kimi bir ağır bir əməliyyatdır. Sumqayıt əhalisi arasında daha çox hansı travmatoloji və ortopedik xəstəliklərə rast gəlinir? Kütləvi qəzalar ümumiyyətlə daha çox baş verir. Hazırda Sumqayıt mərkəzində hansı travmatoloji və ortopedik əməliyyatlar icra edilir? Çanaq osteosintezinə məşğul olur, yəni bu ağır patologiyadır. Bizdə yaş fərqi önəmli deyil, bizim üçün xəstənin sağlamlığı önəmlidir. Hər vaxtınız xeyir əziz izləyicilər. Can həkiminin bu dəfəki buraxılışında travmatik və ortopedik xəstəliklərdən danışacağıq. Qonağımız isə Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasının travmatoloq ortopedi Fuad Ağayevdir. Fuad doktor, xoş gördük. Təşəkkür ederim. Doktor, travmatoloji və ortopedik xəstəliklər dedikdə nə nəzərdə tutulur? Travmatoloji və ortopedik xəstəliklər dedikdə daim hərəkət sisteminə aid olan bütün xəstəliklər daxildir. Bura travma nəticəsində yaranmış patologiyalar və onların müalicəsi, ambulator, stasionar, cərrahi və konservativ müalicələr. Ortopedik xəstəliklər dedikdə oynaq xəstəlikləri, ətraflarda yaranmış deformasiyalar və bunun nəticəsində xəstənin hərəkət məhdudluğunun, funksiya pozuntularının bərpa olunması üçün aparılan konservativ və cərrahi müdaxilələr daxildir. İrsi keçən xəstəliklər varmı? İrsi və sonradan qazanılmış. Var. Ümumiyyətlə, əsasən ortopedik xəstəliklərdə irsi və genetik xəstəliklər var və sonradan qazanılmış xəstəliklər də var. Doğuş zamanı əmələ gəlmiş travmalar var. Doğuşdan sonra yaranmış hər hansı bir oynaq patologiyaları gələcəkdə xəstələrin oynaqlarında deformasiyaların, çıxıqların, qalıq çıxıqların gələcəkdə oynaq hərəkəti məhdudlaşmasına səbəb olur. Daha çox hansı patologiyalara rast gəlinir doğuşdan sonra? Gələcəkdə xəstənin hərəkət məhdudluğuna səbəb olan bu çanaq oynaqlarının yüksək çıxıqları deyilən bir xəstəlik var ki, bu xəstələr də indiki dövrdə icbari sığortadan qarşılanan endoprotez əməliyyatları nəticəsində bərpa edilmək mümkündür. Oynaq xəstəlikləri dedikdə nə nəzərdə tutulur? Oynaq xəstəlikləri dedikdə bura bursitlər, sinovitlər, artrozlar arasında hamı başa düşdüyük duzlaşmaq deyilir. Əsasən yaşlı xəstələrdə daha çox aktivləşir bu xəstələr, çünki hər bir insanın bütün orqanlarında yaşlaşma getdiyi üçün, həm də oynaqlarda da yaşlaşma gedir. Bu da qığırdaqların səviyyəsinin azalması, qığırdaqların bərpa olunmamasının hesabına oynaqlarda qığırdaq toxuması nazilir. Qığırdaq toxumunun nazirliyinə görə də oynaqsız məsafə balacalaşır. Getdikcə sümük toxumanın daha çox üstünlüyünə səbəb olur. Bu da oynaqlarda hərəkət məhdudluğuna, xəstələrin diskomfortuna, oynaqlarda bloklanmalara, bəzən ankilozlara səbəb olur ki, xəstələrin hərəkət məhdudluğunu azaldır. Hərəkət məhdudluğunun azalması xəstələrə digər xəstəliklərin də yaranmasını aktivləşdirir. Niyə görə? Çünki bir insan əgər normal yeriyə bilmirsə, artıq çəkim forma əmələ gəlməsinə səbəb olur. Kardioloji xəstələr üçün birisi aktiv rejim lazımdır. Bu da digər mənfi təsirlərini göstərir. Pasiv hərəkət olmuş xəstələrdə aşağı tərəflərdə venalardan patologiyalar daha çox inkişaf edir. Arteriyalarda, yəni bütün sahələr üzrə bu xəstəliklərin aktivləşməsinə hərəkət məhdudluğu bir təsir göstərən bir amillərdən biridir. Ona görə də biz belə xəstələrin vaxtında ambulator müalicə olunmasını, vaxtında fizioterapevtik dərman alınmasını məsləhət görürük. Əgər həqiqətən, yəni oynaqda deformasiya daha ağır səviyyə çatıbsa, cərrahi müdaxilə qaçılmazdır. Vaxtında həkimə müraciət edilməsə, hansı ağır xəsarətlər olur? Ağır xəsarətlərdən biri, ən birincisi, oynağın tam hərəkət məhdudluğuna yaranmasına və bunun hesabına yaranan digər patologiyalar. Oynaq əməliyyatları, hansı oynaq əməliyyatları? Oynaq əməliyyatları hal-hazırda dövlət tərəfindən qarşılanan ən çox Azərbaycan icra olunan bu çanaq oynaqları və diz oynaq artroplastik əməliyyatlarıdır və artroskopik əməliyyatlardır. Yaşa görə, oynağın vəziyyətinə görə qərarlaşdırılır. Rentgen müayinəsi, MRT müayinəsi, xəstə tam müayinə olundan sonra xəstənin düzdür ilkin dövrdə çalışırıq ki, mümkün qədər cərrahi müdaxilə düşməsin.
Amma elə xəstələr var ki, biz orada qasılmazlıq mütləq cərrahi əməliyyat aparmağa məcburuq. Endoprotez əməliyyatları nə üçün icra edilməlidir? Nə üçün icra edilməlidir? Endoprotez əməliyyatları oynaqlarda hərəkətin bərpa olunması üçün icra olunan bir əməliyyatdır. Ola bilər xəstə travma zamanı, bu üçün məsələn boynun sınıqları zamanı baş verən patologiyadır. Bu 40 yaşından yuxarı xəstələr bu üçün boynun sınıqlarının bitişməsi çox çətin hallardır. Çünki qan dövranı pozulduğuna görə bitişmə baş vermir. Ona görə belə xəstələrdə 40-45 yaşdan 50 yaşdan sonra yuxarı xəstə bu üçün boynun sınıqları baş verirsə, bu cərrahi müdaxilə ehtiyacı var. Xəstənin vəziyyətinə uyğun olaraq ya total dəyişmə gedir, əgər daha ağır xəstələr, yanaşı xəstəlikləri varsa, uzun müddətli bir əməliyyata bir çətinlik yaradırsa bizim üçün, biz onda bipaliar protezlərdən istifadə edirik. İstənilən halda xəstənin aktivliyini bərpa etmək üçündür. Uşaqlarda icra olunur bu əməliyyat? Uşaqlarda xeyir icra olunmur, çünki uşaq inkişaf edən orqanizmdir. Burada məsələn qoyulan protezlər birlikdə 25-30 illik müddətinə qoyulur və inkişaf etməyən bir toxumadır, amma uşaq orqanizmi inkişaf edən toxumadır. Ona görə də uşaqlarda istifadə olunmur. Amma bu çanaq oynaqlarının revmatik mənşəli artritləri var ki, ağır formalan kizozlara səbəb olur. 18, 20, 25 yaşından yuxarı və andangəlmə bu çanaq oynaqlarının çıxıqlarında olan xəstələrdə əgər xəstənin konservativ müalicəsi nəticəsizdirsə və xəstə çox narahatçılıq keçirirsə, ondan əməliyyata məsləhət görülür. Həm də yarımçıxıqların və ya çıxıqların mənfi təsirlərindən biri də bir tərəf olarsa, xəstələrdə skolyoz xəstəliyinin yaranmasına səbəb olur. Hansı fəsadları ola bilərmi ümumiyyətlə endoprotez? Əməliyyatdan sonra nələrlə rastlaşır? Əməliyyatdan sonra ən çox böyük problemlər nədir? Xəstələr əməliyyata hazırlanmalıdır. Yəni biz proses necə getməlidir? Birinci növbədə xəstə qəbul olunur, rentgen müayinə, ən sadə müayinə, rentgen müayinəsindən başlanılır, qan nazirləri yoxlanılır. Ümumiyyətlə diz oynağı və buç çanaq oynağı mütləq şəkildə MRT müayinəsi olunmalıdır. Qan müayinəsində biz nəyə nəzərə alırıq? Hemoqlobinin miqdarı mütləqdir, CRP, CRC. Bunlar protez əməliyyatı, orqan dəyişmə əməliyyatı kimi bir ağır bir əməliyyatdır. Ya cisim istifadə edirik və xəstənin əməliyyat olunacağı halda xəstə mümkün qədər infeksiyalardan qorunmalıdır. O müddət nə qədər olmalıdır təxminən əməliyyatdan sonraki müddət? Əməliyyatdan sonraki dövrdə, yəni bütün dünyada belədir. Xəstə nə qədər çox aktiv olursa əməliyyatdan sonra, nə qədər daha çox reabilitasiya dövrünə daha tez başlayırsa, xəstənin bərpa olunması da tez baş verir. Həkim olaraq burada təkcə həkim və xəstədən asılı deyil, ətraf əhatə dairəsi də xəstənin aktivləşməsində dəstək olmalıdır. Fizioterapiya, reabilitasiya almalıdır və xəstənin özü də aktivləşməlidir mütləq şəkildə. Yəni həyat tərzindən asılı belə deyək ki, aktiv həyat tərzi. Bəli, mütləq şəkildə çəki mümkün qədər azaldılmalıdır. Ümumiyyətlə planlı şəkildə götürdüyümüz protez əməliyyatlarında biz məsləhət görürük ki, xəstələr mümkün qədər çəkini azaltsınlar. Təcili götürülən xəstələrdə biz onu edə bilmirik, çünki xəstə əməliyyat olunmalıdır. Amma planlı şəkildə götürülən xəstələrdə çəki azaldılmalıdır ki, sonraki dövrdə xəstə əziyyət çəkməsin. Nə qədər çəki itirərsə, bir qədər daha yaxşıdır xəstənin özünü idarə etməyi. Uzun illərdir fəaliyyət göstərirsiniz, travmatoloq ortoped olaraq. Sumqayıt əhalisi arasında daha çox hansı travmatoloji və ortopedik xəstəliklərə rast gəlinir? Başla əlaqəli olan yol nəqliyyat hədsiz dərəcəsi çoxdur. Yəni bu qaçılmaz bir prosesdir. Biz nə qədər istəsək də bunun qabağını ala bilməyəcəyik heç vaxtı. Kütləvi qəzalar ümumiyyətlə daha çox baş verir. Bu havaların isinməsi, nəqliyyatın aktivləşməsi. Biz yaşadığımız ərazi Abşeron yarımadası rütubətli ərazidir. Rütubətli olduğuna görə bu çanaq oynağı və diz oynağı artrozları hədsiz dərəcədə çox yayılıb. Problemlər nəyə bağlıdır? Xəstə həkimə qədər düzgün müalicə aparılmır. Aptekdən dərman aldığım müalicə içdi, dərman içdi, buna müalicə olmaz. Yəni həkim məsləhəti olmadan dərman qəbul edir. İnsan necə ürəyini müalicəyə gətirmək üçün həkimə kardioloq gedirsə, bu oynaq müalicəsi də getməlidir. Digər toxumağa necə yanaşırsa, oynağa da ciddi yanaşmalıdır. Çünki biz ayaq üstə gəzirik. Biz ayağımıza necə yaxşı idarə edə biliriksə, ondan gəzirik. Yəni bədənimizin əsas yükü ayaqlardır. Bütün işaretlərdən asılıdır və biz düzgün idarə etmək üçün mütləq özümüzə qulluq etməliyik. Oynaq daxili inyeksiyaların travmatoloq tərəfindən vurulmağı məsləhətdir. Kök hüceyrə köçürmə əməliyyatları var, amma bunlar hamısı müəyyən steril şəraitdə keçirilməlidir. Problemlər yaşanır. Yəni sümük toxuması bərk toxum olmağına baxmayaraq, qırda toxuması zədələndirsə, bu heç vaxt bərpa olunmur. Getdikcə də insan yaşlaşdıqca da qırda toxumasının zədələnməsi daha çox aktivləşir. Ola bilər xəstə, məsələn, 5 il əvvəl, 10 il əvvəl hər hansı bir oynaq travması alıb, qamış sümüyünün kondüsdən keçən sınıqlardır. Məsləhət görür ki, vaxtında əməliyyat elətdirir. Xəstə imtina edir. Bu xəstə 5 il, 10 il, 15 il və yaxud çox çəkmir, 10 ildən tərəf çəkmir.
oynaqlarda ciddi formada artrozlar inkişaf edir. Nə baş verir? Oynağın deformasiyaları yaranır. Bir var, oynağın düşən oxu düz düşsün, yəni perpendikular düşməlidir. Bir də var ki, ox istiqaməti dəyişir. Ox istiqaməti dəyişdiyində oynağa düşən yük də dəyişir və oynağın daha çox zədələnməsinə baş verir. Gec-tez bu xəstələrin oynaq dəyişmə əməliyyatlarına böyük bir ehtiyacı olur. Xəstə olur ki, 45 yaşı var, diz oynağında ağır forma deformasiya var. Xəstə izah edirik ki, məsləhət olar ki, yüksək osteotomiya əməliyyatları icra olunsun. Yəni protezi getməsin xəstə, amma bəzən xəstə buna ciddi qəbul eləmir. Yəni bir eybi yoxdur, heç də olmaz. Çünki biz məsləhət görərik ki, xəstələr 65 yaşdan sonra protez əməliyyatları icra olunsun. Amma biz məcburuq, bəzən 50 yaş, 55 yaş ağır formalı protez əməliyyatlarına ehtiyac olur. Amma xəstələr vaxtında hər şeyə nəzarət edəsələr, ayaqqabı seçimindən tutmuş, çəki fərqi məsələsinə qədər, düzgün hərəkət, düzgün qidalanma, həyat tərzinə, hər şeyə nəzarət edəsələr, xəstələrin ayaqları daha çox travma zədələnməz, oynaqlar zədələnməz, biz də daha az əməliyyat edirik. Amma təəssüf ki, bu hələ ki mümkün deyil. Ayaqqabıdan söz düşmüşkən, Buyurun. ayaqqabı seçərkən nələrə diqqət etmək lazımdır? Ortopedik olmalıdır, elastik olmalıdır. Biz gündəlik ayaqqabı seçimində daha çox rahatçılığı nəzərə almalıyıq. Görünüş üçün yox, ayaqqabı bizim üçün vacib bir şeydir əslində. Ortopedik niyə olmalıdır? Əgər bir oynaq tağının düzlənməsi, yəspəncəlik deyirik də, tibidilik yəspəncəliyin olması gələcəkdə diz oynağının iç tərəfindən deformasiyalarına səbəb olur. Ən çox da xəstələr arasında ya zədələnmiş sahə iç kondilsiyanın zədələnməsidir. Ayaqqabı seçimi səhv olarsa, nə vaxtsa bu oynaqların və ayağın əyilməsinə, deformasiyasına səbəb olur. Yəni, yenə deyim ki, deformasiya da gələcəkdə oynağın tamamilə sıradan çıxmasını gətirib çıxardır. Hansı hallarda ayaq və yaxud qolda artıq həkim düşünür ki, amputasiya olmalıdır? Aşağı ətraflarda amputasiyalar ən çox baş verir o xəstələrdə ki, əsasən siqaret çəkən deyil, çəngəl xəstəliyidir. Damar tıxanmaları, mütləq şəkildə xəstələr Doppler müayinəsini keçməlidir. Damar cərrahına konsultasiya olunmalıdır. Əgər xəstənin geriyə dönməz proseslər baş veribsə aşağı ətrafda, damarların asılması daha mümkün deyilsə və xəstənin həyatına bu ətrafın qalması, xəstənin həyatı üçün böyük bir risklisə, əlbəttə ki, bu xəstəni itirməkdənsə ətrafındakı amputasiya daha üstünə sayılır. Yəni siqaret çəkməyin o qədər bir mənfi təsiri var. Hədsiz dərəcədə. Aşağı tərəf damarların aterosklerozdan inkişaf eləməsində ən birinci faktorlardan biri siqaretdir. Zərərli vərdişlər, içki. Yəni bunlar daha çox mənfi təsir göstərir. Belə bir təlimat varmı ki, hansısa yaş qruplarında uşaqları mütləq travmatoloqa müraciət etməli, göstərməli? Ümumiyyətlə insanlar xəstə oldu, olmadı müayinəni keçməlidir. Bunun birinci insanlar üçün lazımdır, təkcə bizim üçün deyil yəni. Qaldı ki, uşaqların müayinəsində, məsələn, uşaq doğuldu, mütləq şəkildə ilkin dövrdən ortopedik müalicəsində olmalıdır ki, bu xəstələrdə bu çanaq oynağının patologiyaya sonraki dövrdə ağır fəsadlara səbəb olmasın. Bu çanaq oynağının çıxıqlarını daha əvvəlki kimi aylarla gözlənilmir. 1 yaşına qədər bəzən cərrahə əməliyyatı hazırlanır ki, əməliyyat olunsun. Əməliyyatın məqsədi gələcəkdə bu oynağın fəsadlarını azaltmaq üçündür. Məsləhət görürük də 4-5 aylarına qədər uzun müayinəsini keçməyi, 5 ayın, 6 ayından sonra rentgen müayinəsini keçməyi və bu çanaq oynaqlarında bu sümüyünün inkişaf zonlarının mütləq təyin olunmalıdır və həkim tərəfindən baxılmalıdır. Yəni bu xəstələrdə bəzən yanlış fikirlər nədir? Budun arxa tərəfində büküşlər simmetrikdir və simmetrik deyil. Bu şərt deyil. Şərt burada rentgenoloji görünüşdür. Yenə də UZI-dən keçsə də belə rentgenoloji görünüş vacib bir şeydir. Çünki biz onun bu çanaq oynağının rentgenoloji vəziyyətinə baxmalıyıq və ona uyğun qərar verməliyik. Doktor izləyicilərimiz üçün də maraqlı olar. Hazırda Sumqayıt Tibb Mərkəzində hansı travmatoloji və ortopedik əməliyyatlar edilir? Travmatoloji əməliyyatlar çanaq osteosintezi ilə məşğul olur. Yəni bu ağır patologiyadır. Sumqayıtda 2-3 il ərzində də aktivləşməyə başlayıb. Bütün osteosintez əməliyyatları icra olunur. Məsələn, ətraflarda, barmaqlarda inkişaf edən Hals-Valgus xəstəliyi bəzən podaqra diaqnozuna yanaşır, amma yəni o da belə açar onunla xəstəliyidir. Birinci barmağın daraq sümüyündən bir yer deformasiyasıdır. Hal-hazırda o cərrah əməliyyatı olunur, xəstələr hamısı normal şəkildə yola salınır. Yəni
Cərrah istənilən bir osteosin əməliyyat cərrahi əməliyyat olunması bizim üçün problem deyil. Sumqayıt Tibb Mərkəzində hazırda endoprotez əməliyyatları icra olunur. Bəli, bu çanaq oynağı, diz oynağı, hətta bir xəstə əməliyyat eləmişik. Bu çanaq oynağının yüksək çıxıl xəstə və talasemiya xəstəliyi ilə bir yerdə idi. Hal-hazırda xəstədə 7-8 sm qısalıqla gəlmişdi. 1 sm yarım qısalıq qalıb, çünki biz çox da qısalığı bərk eləyə bilməz, sinirlərin zədələnməsinə səbəb ola bilərik. Hal-hazırda xəstə rahat yaşayır, gəzir, problemi yoxdur. Yalnız Sumqayıt sakinləridir, yəqin ki, digər rayonlardan olur, rayonlardan da var, müraciət edənlərimiz var, əməliyyat edirik. Hal-hazırda revizyon protezlərinə məşğul olmağa başlayırıq, çünki bu protez əməliyyatlarının sonrakı dövrü var da, yəni xəstə düzgün qulluq eləməlidir özünə. 15-20 ildən sonra, 25 ildən sonra dəyişən əməliyyatları deyilən revizyon protezləri var. Yəni bizim indi hal-hazırda məqsədimiz revizyon protezləri üzərində işləyib onu inkişaf etdirmək. Planlarımızdan biri də boğaz oynağı, diz oynağı da artroskopik əməliyyatlar. Yəni bu avadanlığa bağlıdır. Yəni ki, bir yaxın müddətdə onu bərpa edəcəyik. Biraz bundan öncə sağladığınız əməliyyatlar İcbari Sığortanın xidmət çərçivəsində icra edilir, qarşılanır. 30-a yaxın xəstə əməliyyat eləmişik. Hər hansı bir patologiyamız yoxdur. Əməliyyatdan sonra heç bir fəsadımız yoxdur. Ola bilər də xəstənin yaşı olsun 80-dən yuxarı, 90. Ən son sual verdiklərindən sualdır ki, mən bundan sonra niyə istəyirəm? Əslində o yaşlı çox xəstələr lazımdır. Çünki o xəstələr üçün daha çox lazımdır ki, rahat gəlsinlər. Özlərini idarə edə bilsinlər. Bizdə yaş fərqi önəmli deyil. Bizim üçün xəstənin sağlamlığı önəmlidir. Doktor, bizim sonda bir ənənəvi sualımız var. Veriliş olaraq bizə təklifiniz nədir? Özəl klinikaların reklam eləmə imkansızları kimi bir şeylər var, vaxt ayıra bilir. Biz ona vaxt ayıra bilmirik. Xəstələrin əvvəlki və sonraki və əməliyyat vaxtı da gəlib çəkilişini yeyə bilərsiniz. İnsanlar maarifləndirilməlidir ki, yəni bizə gələndə biz daha rahat xəstələrə izah edə bilək. Təşəkkür edirəm dəvətimizi qəbul edib gəldiyinizə görə, ətraflı mövzu haqqında məlumat verdiniz. Hörmətli izləyicilər, bugünkü qonağımız Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasının travmatoloq ortopedi Fuad Ağayev idi. Fuad doktorla biz travmatoloji və ortopedik xəstəliklərdən danışdıq. Əgər sizin də hər hansı bir sualınız varsa, verilişimizin şərh bölməsində qeyd edə bilərsiniz. Bununla yanaşı, növbəti verilişlərimizdə hansısa həkimi qonaq görmək istəyirsinizsə, onu da zəhmət olmasa şərh bölməsində bildirin. Çalışın, sağlam olun.